Kızlar gelmişəm Ege'nin bağçasına. Görün sizə nə göstərəcəm. Ege bax. Necə gözəldir. Maşallah, subhanallah. Bir ədəd küsmüş Efe. Dur uşaqlarla oyna, küsmə. Dostu getməyib deyə qızlar küsüb. Oturub orada. Belə. Da mənim Ege'im. Eləmə. Pis olursan eləyəm. Əsəbləşib, beyni çönübdür. Mən də gözləyirəm onları, gözləyirəm ki, tutarsın, çıxaq gedək evimizə. Nə, Diyarbəkir yoluna, Diyarbəkir. Ege'ni də çağırın. Yoluna, durdum düşdüm toruna, durdum düşdüm toruna. Bu sevdalar boşuna, bu sevdalar boşuna. Delalım. Aferin sizə uşaqlar, malades. Məktəbdən sonra qalmışıq, oyun oynayırlar. Demək olar ki, tam ətraflı çəkə bilmədim. Salat elədim, sonra çəkdim. Qəşəng, çox dadlı istər üçün salat eləmişəm. Paytaxt salatı. Qoyun bunu buzdolabına özünə gəlsin. Ondan sonra nuş eləyək. Bu arada yenə deyirəm, göz haqqınızı halal eləyin qızlarım. Hələlik. Salam qızlar, gəlmişik. Park bulvara gedəcəyik. İlk öncə yemək yeyəcəyik, çünki uşaqlarım acından ölürlər. Biz də həmçinin dedik sizə az da olsa vloglar paylaşaq. Buradan da Ege'ni gətirmədim bu arada, qoymuşam qaynanam dildə. Çünki həqiqətən ondan çölə çıxmaq yorucudur. Bugün Efe ilə mən baş-başa ikimiz əylənəcəyik. Belə qızlar, qalan vlogda sizə az da olsa paylaşacağım. Hələlik. Qızlar, Park bulvarın çölündə oturmuşuq. Mənzərəni istədim sizə də göstərim. Baxın. Çox qəşəngdir. Mən də arxadan çəkirəm. Bunlar da acından ölüyorlar. Yemeği gözlüyorlar. Efe, çok açsan. Çok açsan. Baktım seni istedim. Gözlüyor. Hala bekliyoruz. Kızlar, menü geldi. Yemeklerimiz geldi. Bölüştürək. Baxın. Efe. Girişmişik yemeğe. Efe necədir? Efe, geçendim. Kızlar, biz yedi içtik, kofe aldım. Mənzərə həqiqətən də çox gözəldir. Dedim, kofemi içə biraz mənzərəyə baxım. Sonra nə olacaqsa onu sizə vlog şəklində paylaşım. Belə hava bugün çox yaxşıdır deyə. Demək olar ki, bütün hər kəs çöldədir qızlar. Baxın, göstərim sizə. Birazdan da sizə gedəcəyik bulvarda, dəniz qırağında gəzməyə, oranı göstərəcəm. İzləmədə qalın. Öldü belki burada. Efe'nin elədiyi hərəkət. Efe eləmək olmaz. Gəl. Necə gözəldir. Baxın, əl işlərdir, toxunmadır. Toxunma da bunlar. Çox qəşəngdir axı. Baxaq, burada da var. Ay, nə qəşəng. Demək olar ki, hər biri toxunmadır da. Çox qəşəngdir axı. Baxın. Ay, necə gözəl. Çox qəşəngdir ayaq. Bütün demək olar ki, qızlar əl işidir də. Ay, necə qəşəng. Çox qəşəngdir. Ay, ilan. İlan.
Belə qızlar dedim, bunları da sizə göstərim. Baxın, əl işlərdir, molun içindədir, istəsəniz ala bilərsiniz. Ay, necə gözəl hava var həqiqətən də. Oy qızlar, ağacın gözəlliyi şaka mıdır? Çox qəşəngdir axı. Nə qəşəng ağacdır. Rənginə baxın. Tam bir koftamın rəngi. Baxın, necə gözəl. Tişörtümdən dəst, koftamdan dəst qızlar. Belə dedim, bu gözəlliyi sizə də göstərim. Gözləriniz gözəlliyi görsün. Necə gözəl ağacdır. Hava da çox qəşəngdir. Yaxşı ki, bugün çıxmışıq. Gəzirik, əylənirik. Orada da velosipedlər var idi. Keçən dəfə gəlinə sürmüşdük, amma indi sürməyəcəm çünki sürməyi istəmirəm. Belə qızlar. Hər şeydən narazı, hər şeydən bilmirəm. Yəni bu uşaq haça düşərəcək. İstədiyi hər şey eləyirik qızlar, amma yenə də narazıdır ki, narazı. Biz də bu ağacın altında, bu ağacdan ayrıla bilmirəm. Gözləyirəm. Efendim vaxtı qutarsın, sonra gedək qəşəng. Bu havada nə gedər qızlar? İnanırsınız, hələ yenə də buradayıq. Bu Velasmek aldı ya nerede? Allah'ım maşallah, bu çocuğun güzelliği şaka mıdır? Hayda götürdüler anlamı. Kızlar bu arada Efe'ye alışveriş elədik. İstanmış üstü geldi Seva'dan şalvar, kofta. Efe beğendin aldıklarımı? Efe beğendin? Ne geçe oğlan oldun? Bir yarışıklar oldu. Burada da kukla oyunu oynuyorlar uşaqlar. Ay götürebilmediler. Efe sıra sende de anne. Biz oynayalım aramızda. Ben her defa bana veriyorsam oynayalım. Ay. O özü boşalır. Yani atıyor. Hayda Efe götürmüştün az kalsın. Aya sıra sendedir. Yani git biraz da gel. Ay çok sallama, çok sallasan olmayacak. Ego özel asıl. Çok salladı Uje, çok salladı. Gözle, gözle, gözle. Kızlar Efe üstün istatmıştı diye ona Elseva'dan şalvar, kofta aldım. İnanın çok yoruldum. Bunlar da güllerin güzelliği şaka mıdır? Bakın. Necə güzel. İndi gedirik çay içmeye. İnanın yorulmuşam da. Yemeğiydi. O kadar gezdik. Ama çay içmedi. Değil mi Ayan? Ay çok yorgunum, konuşamıyorum. Benim oğlumun güzelliği şaka mıdır? Şaka. Çok yakışıklı. Bakın size uşaqlar çok qəşəngsiniz. Sadece hem de skuter sürübler. Kızlar gedək oradan da size paylaşımlar eləyərəm. Çok yorulduk. Dəhşət yorulmuşuq. Kızlar maşallah necə gözəldir, süper. Ay Allah dedim size bunları gösterin. Bu zeytun ağacıdır. Üzümdü. Yani bu oğlanın çay keyfinə baxın, mənzərənin gözəlliyinə qızlar. Efe, çay iç. Allah'ım yani bu ne karizma. Akşamınız xeyir olsun qızlar. Demək olar ki, uje axşamdır. Yedi, içdi, gəzdik, əyləndik. Buraların gözəlliyinə baxın. Dedim buranı da sizə çəkim. Axşamdır, gedək evə. Sabahda dərslər başlayır. Uje gəzmək yoxdur. Çünki uşaqlar dərsə, bağçaya, bizdə də gündəlik iş rejimi, işlər başlayacaq. Yəni ev qadının nə işi ola bilər? Ancaq ev yığışdır, təmizlik elə, uşaqların dərsi, bağçası elə. Çox qəşəngdir. Dedim biraz da buranı sizə çəkim. Bu da bizim çocuklar. Belə qızlar. Yavaş yavaş demək olar ki vlogu sonlandıracağım.
Elə dedim burada çəkim sizə göstərim. Qızlar gəldik. Demək olar ki günün sonuna yaxınlaşırıq. Efe. Mənim canım qızım, canım arabam. Gedirik qızlar evə. Gedək evə. Evə yox, daha doğrusu qaynanam gəlir uşağı gətirməyə. Qızlar sizə belə bir şey göstərmək istəyirəm. Bunu padırqam alıbdı, özünə də alıbdı, mənə də alıbdı. Çox şirindir də, qəşəngdir. Xoşlayıram belə tokaları, belə broşkaları daha doğrusu. Baxın, kəpənək, gilas da bilirsiniz ki, hər zaman yəni dəbdədir. Bunun özü də. Çox sağ olsun canım mənim. Az da olsa insan bir şey alanda, yəni hədiyyə çox sevinir də, xoşbəxt olur. Ona görə də sağ ol canım benim. Öpüyorum. Qızlar, videonun demək olar ki sonuna gəldik. Sizə burada demək istədiklərim odur ki, videoma like atıp, abunə olub, yorum yazmaq unutmursunuz, takip atırsınız. Yəni mən də həvəsləyim, sizə qəşəng videolar çəkirəm, düzdür gec-gec çəkirəm, amma çalışacağım tez-tez çəkim. Bu arada bildirimləri də açıq qoyun ki, mən video paylaşanda sizə xəbər gəlsin. O zaman nə deyirik? Hələlik.